Bu əməliyyatları sizə praktik olaraq göstərmək üçün iş stolunda 3 qovluq və 3 fayl yaratmışam. Öncə sizə nüsxəni çıxarma əməliyyatını göstərəcəm. Əgər hər hansı bir obyektin, yəni fayl və ya qovluğun nüsxəsini çıxarmaq istəyiriksə, onda onun üzərində sıçanın sağ düyməsini basırıq. Açılmış menyudan Copy əmrini veririk. Daha sonra nüsxəni yerləşdirəcəyimiz yeri seçib, üzərində sıçanın sağ düyməsini basırıq. Deyək bu yer C diski olsun. Açılmış menyudan Paste əmrini veririk. Nəticədə nüsxənin biri C diskinə düşür.